Səyyar Asan Xidmət regionlarda fəaliyyətini davam etdirir və bugündən etibarən bir sıra bölgələrdə, o cümlədən Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Daha ətraflı məlumatları isə bizə əməkdaşımız Fidan Mədətova çatdıracaq. Hər vaxtın xeyirli olsun Fidan. Xırdalanla yanaşı hansı rayonlarda səyyar Asan Xidmət fəaliyyət göstərəcək? Həmçinin bu hansı müddəti əhatə edəcək? Daha detallı məlumatları səndən eşidək. Salam Gülşən, hər vaxtınız xeyir olsun. Bəli, müəyyən qədər məlumatları verdiniz, detallı şəkildə informasiyaları sizlə bölüşməyə çalışacağıq. Bəli, oktyabr ayının 2-sindən etibarən səyyar Asan Xidmət öz fəaliyyətinə başlayacaq. Bu proses oktyabrın 30-una qədər davam eləyəcək və həyata keçirilməsinin əsas məqsəd təbii ki, vətəndaşların məmnunluğunun təmin olunması, daha operativ və səmərəli xidmətlərin göstərilməsidir. Hansı əraziləri əhatə eləyəcək, iş qrafiki necə olacaq? Bununla bağlı detalları öyrənmək üçün elə bizdən hazırda canlı bağlantıda Dövlət Agentliyinin səyyar xidmətlərin təşkili şöbəsinin əməkdaşı Xədicə Abdullazadə bizimlədir və suallarımızı cavabını ondan öyrənəcək. Buyurun Xədicə xanım, salam, sizdən işləyəcək detalları. Salam, xoş gördük, təşəkkür edirəm. Bəli, bugündən etibarən Yevlax, Yardımlı, Siyəzən, Saatlı, İsmayıllı, Göygöl, Zaqatala rayonlarında və Xırdalan şəhərində vətəndaşlara səyyar xidmət göstərilməsinə başlanılıb və qeyd etdiyiniz kimi xidmətlər 30 oktyabr tarixinə qədər həyata keçiriləcək. Vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmlak xidmətləri, notariat xidmətləri, vətəndaş vəziyyət aktlarının dövlət qeydiyyatına alınması, əmək pensiyalarının təyin olunması xidmətləri ilə bağlı səyyar xidmətlərə müraciət edə bilərlər. Səyyar Asan Xidmət avtobusları həftə içi 5 gün saat 10-dan 5-ədək fəaliyyət göstərir. 1-2 arası nahar fasiləsidir və Yardımlı rayonunda fəaliyyət göstərən Səyyar Asan Xidmət avtobusunda isə istisna olaraq iş rejimi saat 11-dən 5-ədək nəzərdə tutulub. Vətəndaşlar səyyar xidmətlərin iş qrafiki barədə məlumat əldə etmək və ümumiyyətlə ümumi məlumatları dəqiqləşdirmək üçün həm 3w.asan.gov.az rəsmi internet saytına daxil olaraq, həmçinin 108 daxili nömrə 3 yığaraq məlumat əldə edə bilərlər. Təşəkkür edirəm Xədicə xanım, çatdığınız detallı məlumatlara görə və bir daha xatırlatma eləmək istəyirik ki, bu proses oktyabrın 2-sində başlayıb 30-una qədər davam eləyəcək. Hələ ki, son informasiyalar bundan ibarət idi. Sözü yenidən sizə ötürürük Gülşən. Təşəkkürlər Fidan. Ətraflı məlumat üçün xatırladım ki, bizimlə bağlantıda əməkdaşımız Fidan Mədətova idi.